Hər vaxtınız xeyirli olsun, dəyərli dinləyicilər. Siz Sağlam Radio 93 FM-də biznes dünyasının ritmini tutan biznesin nəbzi verilişini dinləyirsiniz. Mən Paşa Abdullah sizinlə birlikdə biznesin ürəyinə qulaq asacağıq. Və mən vaxt itirmədən studiyamızda olan qonağımızı sizə təqdim edəcəm. Qonağımız ZH Broker şirkətinin icraçı direktoru Zərinə Hacızadədir. Xoş gəlmisiniz Zərinə xanım. Siz də dinləyiciləri salamlayıram. Buyurun. Salamlayıram hər kəsə. Təşəkkür edirik. Zərinə xanım, elə ZH Broker dedik, mən elə ilk olaraq bunun bir açıqlamasını, çünki dinləyicilərin bir çoxu üçün düşünürəm ki, bu bir qədər yad ola bilər bu ad. Onu istərdim bir qısaca bir məlumat verəsiniz. Broker şirkəti ümumiyyətlə belədir ki, sahibkarlara xidmət göstərir. İdxal-ixrac əməliyyatları zamanı sahibkarları gömrükdə bir türlü necə deyərlər, təmsil edirik. Biz onun təmsilçisiyik. Yəni gömrük işlərinə bağlı idxal-ixrac əməliyyatları və digər işlər var ki, hansı ki biz həmin o şəxsi gömrükdə təmsil edirik. Təmsilçisiyik həmin şəxslərin. Aydındır, təşəkkür eləyirəm məlumata görə və istərdim növbəti bir sualımı da ünvanlayım. Zərinə xanım, əvvəlcə bilirsiniz nəyə maraqlanmaq istəyirəm? ZH Broker şirkətinin yaranma tarixçəsini bilmək istərdim. Bəli. Siz icraçı direktorsunuz. Sizə qədər bu şirkət var idimi, yoxsa Xeyr, ilk yəni qurucusu öz mənim şirkətim. Təsisçisiz siz o zaman. Nə vaxtdan bəri fəaliyyət göstərir? 3 aydır. 3 ayda, yeniyetmə bir körpədir. Mən hər dəfə belə qeyd edirəm. Qonaqlarımız belə deyək də qısa bir müddətdə bir hansısa bir şirkəti təsis edərkən düşünürəm ki, maksimum onlara belə deyək dəstək olunmalıdır deyə düşünürəm. Çünki lazımi belə deyək bir istiqamətdə fəaliyyətə başlamısınız. Çünki şəxsən bu vergidir, gömrükdür və bu kimi sahələrin bir çoxu çox belə deyərdim, dərin bir dəryadır sanki və bilmədən insanlar, məsəl üçün biznes sahibləri, sahibkarlar bilmədən səhvlərə yol verə bilirlər və bunların da qarşısını almaq üçün təbii ki, belə deyək, sizin təsis etdiyiniz şirkətlər kimi şirkətlər lazımdır ki, bu kimi problemlər yaranmasın. Növbəti sualım olacaq Zərinə xanım. Bəli, buyurun. Qısa İdxal bəyannaməsi verilmədiyi təqdirdə nə olur? Bax, bu mənim maraqlıdır. Ən aktual suallardan biri də budur. Qısa idxal bəyannaməsi verilmədiyi hallarda ümumiyyətlə sahibkarların ən çox rastlaşdığı qlobal problemlərdən biri də budur. Qısa idxal bəyannaməsi ya digər şirkətlər tərəfindən, təbii ki, bəzi şirkətlər var ki, ya həmin sənədləri gecikdirirlər və yaxud da ki, gömrük bəyannamələrinin doldurulmasında müəyyən qrafalar vardır ki, həmin qrafaların doldurulmasında müəyyən səhvliklər eləyirlər ki, bu da gətirib müəyyən bir həm sahibkara problem yaradır, həm də ümumiyyətlə belə problemlər yaradır və həmin bu problem İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə uyğun olaraq fiziki şəxslər 1000 manat cərimələnir, hüquqi şəxslər isə 1500 manat cərimələnir. Hansı ki, qısa idxal bəyannaməsi verilmədikdə. Ümumiyyətlə mən 3 ayda fəaliyyətə başlamağıma baxmayaraq ki, yeni fəaliyyətə başlayan zamanda da, yəni digər şirkətlərdən gələn müştərilər var idi ki, hansı ki, digər başqa şirkətlərdən etiraz kimi gəlirdilər ki, düzgün müştəriləri istiqamətləndirə bilmirlər. Nəinki qısa idxal bəyannaməsi, digər bəyannamələr olsun və həmin bizim xidmətlərimizin içərisinə digər xidmətlər olsun ki, müştərilərə düzgün istiqamət verə bilmirlər və müştərilər də müəyyən bir problemlər yaşayırlar ki, yəni düzgün istiqamət ala bilmirlər. Mən şəxsi təcrübəmdən bir şey, daha doğrusu şəxsi xarakterimdən irəli gələn bir nüansa toxunmaq istəyirəm. Mən bu günə qədər şəxsən bu onlayn alış-veriş ki var, əsasən də bu Çindən sifarişlər var, müəyyən belə deyək də, indi adlarını çəkmirəm. Ömrü boyu belə deyək, istifadə etməmişəm. Məhz elə o bəyannamə filan, nə bilim, nə isə qeyd eləməlisən öncədən, hesabatmı, nəsə belə bir şey var orada. Mənə həmişə belə yad gəlibdi o. Bilmirəm, xarakterimdən irəli gəlir. Mən ən yaxşısı gedib elə hardasa istədiyim əşyanı, məhsulu buradan əldə etməyim daha rahat gəlir. Bax, o barədə istərdim ki, bir məlumat verəsiz. Mənə şəxsən maraqlı bir məqamdır. Nə isə sifariş verəndə çətinliklər nədən
qaynaqlanır? Ümumiyyətlə biz broker şirkəti olaraq sırf yəni şəxsi istifadə üçün gətirilən malları, yəni baxmırıq. Sırf Bilirəm, kommersiya sadəcə olaraq məqsədi ixtisasınız odur deyə sahəniz. Mənə maraqlı gəldi ki, sırf kommersiya məqsədi üçün gətirilən mallara baxırıq. Yəni ki, gömrük rəsmiləşdirməsidir, broker xidmətdə bu kimi işləri görürük. Yəni sizin verdiyiniz sualda, yəni əslində belə baxardım ki, hər bir sahibkarın baxış aspekti fərqlidir. Sizin də bu sualınız, yəni çox maraqlı sualdır həqiqətən. Bilirəm, gözlənilməz oldu əslində bu sual, spontan belə deyərdik sual idi. Amma mən həmişə o qaranlıq qalır da. Belə deyək, bu ərəb fars dillərində belə bir nüans var. Bir cümlədir, lakin bir nöqtə o cümləni tam başqa istiqamətə, yəni mənasını tamam dəyişə bilir. Mənə görə bu gömrükdür, vergidir, bu kimi sahələrdə bir dənə nöqtə, vergül səhvi tamam başqa bir tərəfə aparıb çıxarda bilir. Təbii ki, bayaqlarda mən vurğuladığım kimi, istər gömrük bəyannamələri olsun, onun ümumiyyətlə peşəkar mütəxəssislər tərəfindən həqiqətən yazılması çox önəmlidir. Çünki orada çox xırda nüanslar var ki, çox diqqət edilməsi nüanslardır ki, yəni müəyyən cüzi bir səhv, yəni nə qədər problemlərə gətirib çıxarır. Mən həqiqətən vurğuladığım kimi bir ay bundan öncə başqa bir şirkətdən bir sahibkar mənə üst tutmuşdu ki, hansı ki mən malı gətirirəm, mən bu kimi problemlərlə üzləşmişəm və yaxud da ki mənim malım gömrükdə qalıb, mən nəyi necə eləyim bilmirəm və həqiqətən bu rəsmiləşdirən digər şirkət var ki, heç bir sahibkara düzgün istiqamət vermir. Sahibkar qalıb ortada bilmir nə etsin. Gəldi və həqiqətən biz ona yüksək səviyyədə xidmət göstərdik və özü də gedərkən məmnuniyyətini bildirdi ki, bizə çox sağ olun, yəni razı qaldı, getdi. Ümumiyyətlə gömrük işi, brokerlik, ümumiyyətlə belə bir şey var ki, bir müştəri ilə müqavilə bağlayırsansa, müştəri sənə etibar eləyir və həmin müştərini sən gömrükdə təmsilçisən və həmin müştərini, yəni sənə etibar eləyir. Yəni burada sən onun, yəni ki, öhdəliyinə düşən bütün işlərini sən həll etməlisən. Yoxsa sahibkara problem yaradacaq bir nüanslar yaratmamalısan ki, hansı ki bayaq vurğuladınız, qısa idxal bəyannaməsidir. Nəinki qısa idxal, başqa, yəni burada nüanslar da var ki, onların hamısı, yəni şirkət öz öhdəliyinə götürürsə, təbii ki, öz eləməlidir. Aydındır Zəminə xanım və mən istərdim bir sualda ünvanlayım sizə. Bu sahədə öncədən çalışmışsınız, ümumiyyətlə ZH belə deyə broker şirkətindən öncə? Bəli, çalışmışam. Yəni özüm də gömrük rəsmiləşdirməsi üzrə mütəxəssis işləmişəm və ondan sonra broker şirkəti açıb öz yolunu davam etmişəm. Aydındır. Bu ideya hardan yarandı ki, artıq hazıram, bu işləri görə bilərəm və yaxud da təcrübə və nələrisə mən deyərdim gördünüzmü, şahid oldunuzmu ki, bəli, düşündünüz hər ki, şey tələbat praktikadan irəli gələn bir şeydir. Yəni işlədiyim müddətdə, yəni potensial olaraq yəni bunu bacara bilərəm. Yəni gördüm, ondan sonra buna addım atdım. Aydındır. Uğurlar diləyirik sizə, Zəminə xanım. Və mən istərdim, düzdür, qısa da olsa şirkət 3 ay fəaliyyət göstərsə də siz ondan öncə fəaliyyət göstərmisiniz bu sahədə. Bəli. Təcrübəniz yetərincə var. Bundan öncə təbii ki 2 il, yəni bu üzrə, yəni gömrük rəsmiləşdirməsi üzrə mütəxəssis. Bax, bu sahədə də mən düşünürəm ki, olmamış olmaz. Dolandırıcılar varmı ümumiyyətlə? Bax, dediniz ki, şikayətlə gəlirlər, sizə müraciət edirlər ki, müraciət eləmişik hər hansısa bir şəxsə və yaxud da hər hansısa bir şirkətə və işimizi belə deyək, yarı yolda qoyublar da eləyə bilmirlər. Yəni belə bu nöqteyi nəzərdən yanaşardım ki, dolandırıcılar yox, əslində nə formada? İşinin peşəkarı deyirlər. Yəni bayaq da vurğuladığım kimi, adi gömrük bəyannaməsinin doldurulmasıdır. Yəni prosedurlar içərisində ən sadəsi qısa idxal bəyannaməsidir. Hərdən bəyannaməçi götürür elə bir kobud səhvlər eləyir ki, bu artıq sahibkarı üçün böyük bir problem yaranır. Yəni gömrük brokeri əslində burada rəsmi şəkildə, qanuni şəkildə işləri görür. Sadəcə dediyim kimi peşəkar şəkildə işlərini görməlidirlər ki, yəni sahibkar broker şirkətinə etibar eləyir. Broker şirkəti sahibkarı gömrükdə təmsil eləyir, təmsilçisidir. Yəni bir türlü belə lord ilə desək etibar eləyir də. Yəni bu sahibkarı problemlə üz-üzə qoymamalıdır. Amma təəssüflər olsun ki, belə şirkətlər var ki, yəni gördüyüm praktikadan və yaxud da ki, mən özümlə hal-hazırda bir müştəri işləyir ki, başqa bir şirkətlə problem yaşayıb, hansı ki, düzgün istiqamətləndirməmək nöqteyi nəzərdən işində peşəkar deyil
müştərini, sahibkarı düzgün istiqamətləndirə bilmir. Buna görə müştəridə, sahibkarda belə deyək, sahibkar problem yaşayır. Buradan bir sual yarandı məndə. Bax mən yeni bir iş qururam, gömrüklə bilavasitə bağlı olan bir iş. Bəs yaxşı, mənim şəxsi təcrübəm yoxdursa, hansı meyarlara əsasən mən seçim etməliyəm ki, sizləmi çalışım? Yəni bu seçimi nəyə baxıb, nəyə əsasən bunu etməliyəm? Axı mənim anlayışım yoxdursa, mən gedəcəm, belə desək, kobud səslənsə də özümü oda atıb, tanımadığım bir şəxsdir, broker şirkətidir, bu işlə məşğuldur və mən müraciət edib gözləyəcəm ki, sonda bu işinin peşəkarıdır deyə bilim, yoxsa yox. İndi məsələ də budur ki, təəssüflər olsun ki, sahibkarlar da, yeni biznes quran sahibkarlar da, yəni bəzi şirkətlər vardır ki, yəni həmin bu güvənsizlik məsələsində həmin o şirkətlər yaradır ki, peşəkar deyillər işlərində. Peşəkar olmaq üçün ilk öncə konsultasiya xidməti vardır bizim öz şirkətimizdə. Müştəri ilə üzbəüz görüşürük, danışırıq, hər bir müştəriyə fərdi şəkildə yanaşırıq. Yəni orada müəyyən nüanslar var ki, gömrük ödənişlərinin öncədən hesablanmasıdır və ümumiyyətlə xidmətlərimiz haqqında məlumat veririk. Müştəri zaten danışanda bilməlidir, yəni baxanda bilməlidir ki, bu işində peşəkardır ya peşəkar deyil. Bu məncə belə deyək ki, müştərinin artıq öz dünya görüşünə bağlı bir məqamdır o ki, görüşəndən sonra, konsultasiyadan sonra qərar verə bilsin ki, aha, bu adam məni yarıdacaq, bundan davam edək. O da var və bir məsələni diqqətinizə çatdırmaq istəyirdim ki, bayaqları vurğuladım ki, həqiqətən bir ay öncə bir başqa şirkətdən bir müştəri sahibkar gəlmişdi yanıma. Həqiqətən tamam səhv istiqamətə yönləndirilib bir şəxs. Və gəlir mən deyir ki, mən yəni tamam başqa bir şeylər danışır. Oturub deyirəm ki, siz nə danışırsınız? Bu belə olmalı deyil, axı belədir. Yəni bu işlə yəni məşğul olanlar yəni bilirlər. Amma məşğul olmayanlar isə ən azından bir bizneslə məşğul olanda qurduğu biznesdən başa çıxmalıdır ki, sabahları gedib hər hansısa broker şirkətindən üzbəüz oturub danışanda qarşı tərəfin nə qədər real danışdığını anlaya bilsin. Aydındır, ətraflı geniş məlumata görə bir daha vurğulamaq istəyirəm. Qonağımız ZH Broker şirkətinin icraçı direktoru Zərinə Hacızadədir və biz bu arada qısa bir fasilə edəcəyik. Daha sonra qaldığımız yerdən tam sürətlə davam edəcəyik. Dalğanı dəyişməyin, bura çox maraqlıdır. Bir daha hər vaxtınız xeyirli olsun əziz dinləyicilər. Bura 93 FM radiosudur, sağlam radiodur və mən Paşa Abdullah sizinlə birlikdəyəm. Biznesin nəbzi proqramını dinləyirsiniz mənim təqdimatımda və qonağımla söhbətimizə davam etmədən öncə istərdim bizim sponsorlarımız haqqında qısa bir məlumatı bölüşüm sizinlə. Baş sponsorumuz VK brendidir. VK brendi 1969-cu ildən dünya bazarında fəaliyyət göstərir və keyfiyyətli qapı pəncərə profillərini təqdim edir. Azərbaycanda isə 1992-ci ildən yerli müştərilərə, Azərbaycan vətəndaşlarına xidmət göstərir. Əgər siz də eviniz üçün keyfiyyətli qapı pəncərə profilləri axtarışındasınızsa, o zaman VK brendinə müraciət edə bilərsiniz. Sifarişlər həm Bakıdan, həm də bölgələrimizdən qəbul olunur. Daha ətraflı məlumat əldə etmək, VK brendinin qapı və pəncərə profilləri ilə yaxından tanış olmaq üçün nə edirsiniz? 3WVK saytına daxil olursunuz. Həm rəng çeşidləri, həm də bütün VK məhsulları haqqında məlumat əldə edirsiniz. VK hər zaman etibarlı, rəqib tanımır. Verilişimizin sponsoru isə şəhərin ən gözəl güşələrindən biri, rahat atmosferi və ləziz mətbəxi ilə seçilən Gizlin Bahçe restoranıdır. Bura həm ailənizlə, həm də dostlarınızla dincəlmək, dadlı yeməklərin dadını çıxarmaq üçün ideal məkandır. Gizlin Bahçe, dadın, zövqün və rahatlığın bir araya gəldiyi tək ünvandır. Və istərdim bu məqamda əlaqə nömrəmizi qeyd edim 055 934 90 93. Bunu nə üçün qeyd etdim? Həm qonağımıza aid suallarınız yaranarsa yazıb WhatsApp üzərindən göndərə bilərsiniz və bu məqamda bir daha nə etməliyəm mən? Günün biznes sualını səsləndirəcəm. Siz də aktiv olun əziz dinləyicilər. Çünki doğru cavabı ilk yazan şəxs bizdən nə əldə edəcək? Bizdən dərkən Gizlin Bahçe restoranından yemək kuponu əldə edəcək 2 nəfərlik. Sualımız isə belədir. Azərbaycan manatının dövriyyəyə buraxıldığı il hansıdır?
Bir daha təkrar edirəm. Azərbaycan manatının dövriyyəyə buraxıldığı il hansıdır? Yazın, görək kim birinci tapacaq? 055 934 90 93. Və qonağımı bir daha qeyd edəcəm. Qonağım ZH Broker şirkətindən icraçı direktor Zərinə Hacıyevadır. Bir daha xoş gördük deyim. Dinləyicilərimiz isə xoş eşitmiş olacaqlar. Və belə bir sualla davam edəcəyik. Broker şirkəti olaraq göstərdiyiniz xidmətlər hansılardır? Çox gözəl sualdır əslində. Broker şirkəti olaraq bütün növ gömrük xidmətləri göstərilir. Bayaq da vurğuladığım kimi, sahibkarı gömrükdə təmsil edirik. Yəni burada nədir? Bütün növ gömrük xidmətlərdir. Gömrük bəyannamələrinin tərtibidir. Broker xidmətidir. Broker xidməti deyərkən də qulaq asan izləyicilərə qaranlıq qalmasın deyə açıqlamasını da verək. Broker xidməti sahibkar malı tutaq ki, gətirir, idxal eləyir, malı gömrükdədir. Broker həmin mal haqqında yazılan bəyannaməni götürərək gömrəyə yaxınlaşır və həmin malı gömrükdən çıxarır, birbaşa sahibkarın ünvanına göndərir. İkinciyə qalanda ikinci məsələ budur ki, isə burada akta, mənşə və digər icazə sertifikatlarının alınmasıdır. Həmin sahibkarlarla öncədən konsultasiya xidməti eləyirik ki, ümumiyyətlə danışırıq ki, işləriniz necə olacaq. Ümumiyyətlə hər bir sahibkara fərdi şəkildə yanaşırıq. Yəni konsultasiya zamanında ki, yəni istiqamət veririk ki, bu cürdür, yəni bu şey, yəni hər tərəflə məlumat veririk. Sahibkarların belə deyək də biznesindən asılı olaraq bu dəyişir də bu fərdilik. Yəni ki, hər bir sahibkara fərdi yanaşırıq. Mənə maraqlı bilsiniz nədir? Və içində burada buyurun. Semyer invoice müqavilələrinin hazırlanması da şirkətimiz tərəfindən həyata keçirilir. Belə deyək, A-dan Z-yə bütün işləri görürsünüz müştəri üçün. Yəni broker şirkəti olaraq, yəni göstərdiyimiz xidmətlər bunlardır. Mənə maraqlı nədir? Günümüzdə aktual məsələlərdən, daha doğrusu sahələrdən biri nədir? Çindən gələn avtomobillər. Varmı əməkdaşlıq elədiyiniz bir şirkət ki, bu avtomobil sahəsi üzrədir? Təəssüflər olsun ki, avtomobil işi görmürük. Hələ ki görmürsüz, yoxsa necə? Yox, ümumiyyətlə idxal ixrac əməliyyatları, yəni həyata keçiririk, amma avtomobil eləmirik. Aha. O zaman mən belə sual verəcəm sizə. Ən böyük şirkət hansı sahə üzrədir çalışdığınız? Tekstildimi? Ümumiyyətlə burada xidmətlərimiz haqqında vurğulayanda da, yəni burada qeyd eləmişdik ki, yəni idxal ixrac əməliyyatları zamanı, yəni sahibkarlara yüksək yəni xidmətlər göstəririk. Burada yəni maşın istisna olmaqla, yəni idxal olsun, mebel olsun və yaxud da ixrac olsun, meyvə, tərəvəz, ümumiyyətlə bütün idxal ixrac əməliyyatlarını həyata keçiririk. Aydındır və növbəti sualı ünvanlayacağam. Burada belə bir sualımız var. Aşağı risk qrupuna aid şəxsi idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün yaşıl dəhliz buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilərmi? Mən bu aşağı risk qrupunda ayrıca istəyirəm izahını verəsiniz ki, bir dinləyicilərdə də elə mənim özümdə də bir anlayış yaransın. Tam qaranlıqdır mənim üçün. Sual bəli, yəni burada idxal-ixrac yəni əməliyyatları zamanı şəxs yaşıl dəhliz buraxılış sistemindən istifadə etmək hüququna malikdir. Necə malikdir? 5 şərt var ki, həmin şərtlərə əməl olunduqda şəxs idxal-ixrac əməliyyatları zamanı yaşıl dəhliz buraxılış sistemindən istifadə etmək hüququna malikdir. Şərtlərdən biri budur ki, idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi olmalıdır həmin şəxsin. İkinci şərtimiz budur ki, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan şəxslər və yaxud da ki, bu xidmətlərdən təmin edəcək şəxslərlə səlahiyyətli müqaviləsi olan şəxslər yaşıl dəhliz buraxılış sistemindən istifadə edə bilər. Üçüncü şərt budur ki, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrinin istifadə edən şəxslər həyata keçirə bilər. Və Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən, malların saxlanıcı üçün nəzərdə tutulan anbarlardan istifadə edən şəxslər istifadə edə bilər. Ən sonuncu isə həmçinin qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən yayma ilə bağlı cinayətə görə məhkumluğu olmayan və həmçinin də məhkumluğu olmuş və götürülmüş şəxslər, yəni yaşıl dəhliz buraxılış sistemindən istifadə edə bilər. Aha, aydındır.
belə deyə mən istifadə eləyə bilməyəcəm. Düzdür, cinayət məsuliyyətim olmasa da məktəb illərində yəni ki, sualınız, yəni burada 5 şərtə əməl edən şəxslər yaşıl dəhliz buraxılış sistemindən istifadə edə bilər. Aydındır. Təşəkkür edirəm Zəminə xanım. Və istərdim növbəti sualla davam edək. Bu saxlanıc müddətinin ötürülməsi zamanı müvəqqəti saxlanıc və gömrük anbarı hansı tədbirlər görülür? Bu hallarda düz vurğuladım, səhv eləmirəmsə sualı. Saxlanıc müddətinin ötürülmə zamanı hansı tədbirlər görülür? Bizdə gömrük anbarı vardır, bir də müvəqqəti saxlanıc anbarı vardır. Sualınıza belə cavab verərdim ki, sahibkar əvvəlcədən xəbərdarlıq edilir. Malların saxlanıc müddətinin bitməsi üzrə məlumat verilir. Və sahibkar malları gömrük rəsmiləşdirilməsinə təqdim etməli və ya müvafiq gömrük proseduruna yönləndirməlidir. Yəni ki, müddət bitibsə, artıq başqa gömrük proseduruna yönləndirməlidir. Hansı ki, bu prosedur idxal, təkrar ixrac və s. olmalıdır. Çünki müddət bitib də başqa bir prosedur altında yerləşdirilməlidir həmin şəxsin malı. Əgər bu addımlar atılmazsa, gömrük orqanı malları müsadirə edə və dövlət hesabına keçirə bilər. Yəni bu var. Saxlanıc müddətinin uzadılması yalnız əsaslı səbəblərlə olduqda, məsələn, sənədlərin gecikməsi və yaxud da ki, force major hallarda gömrük orqanı razılığı ilə mümkün olur. Yəni belə başqa halda əgər saxlanıc müddətinin vaxtı keçibsə, şəxsin müraciəti əsasında artıq şəxs həmin malını başqa prosedur altında yerləşdirməlidir. Zəminə xanım, bir qədər şəxsi sualım olacaq sizə. Azərbaycanda gömrük və logistika sahəsində də belə deyək çalışırsınız, yəni istiqamət odur. Qadın rəhbər kimi fəaliyyət göstərmək çətin olurmu? Siz adətən nə mənə maraqlıdır? Bizdə day tipləri var da biznes adamlarında. Onlarda bəzən bilirəm ki, o köhnə düşüncələr var ki, bu xanım nə iş görəcək mənim üçün. Olub elə hiss eləmisiniz ki, ümumiyyətlə ki, müştəri belə yanaşır. Mən əksinə bir sual verim. Mən uşaqlıqdan həmişə özüm lider kimi hiss eləmişəm. Ki, bilmirdim, bu sahədə çalışacağam və yaxud da ki, hər hansı bir sahənin yiyəsi olacağımı bilmirdim. Amma hər zaman özüm müdür kimi hiss eləmişəm. İşçilərlə münasibətiniz onda bir qədər çətin olar. Yox, elə yox. Hansı ki vurğuladınız ki, daha belə bildim, bəzən müştərilər olur ki, belə də ki, bu nə biləcək. Bilsiz nətər? Bax, adi bir primitiv misal çəkəcəm bu sahədən kənar. Təbii. Məsəl üçün gəncik, yaşımız azdır. Amma qarşı tərəf, məsəl üçün, mən hər zaman özümdən onu misal çəkirəm ki, mənim yaşım az olmağına baxmayaraq həddən artıq yaşıma görə sürücülük təcrübəm var. Çünki həddən artıq uşaq yaşlarından başlamışam sürməyə. Mən 1-2 dəfə rast gəlmişəm yoldakı, bu dünənki uşağa bax, burada qayda qanun öyrədir. Bax, belə bir yanaşma var bizdə. Sanki bu uşaqdırsa, bu gəncdirsə, bu bilməz deyə bir anlayış var. Bax, bu istənilən sahələrdə mən rastlaşmışam özdə. Şirkət sahibləri olur, gənc xanımlar olur. Deyir ki, məsəl üçün olub məndə ki, hiss eləmişəm ki, xanımam deyə 1-0 belə deyək də uduzdum. Amma sonradan adamlar işimi görəndə baxırlar ki, yox, belə deyil imiş. Bu xanım belə deyək, o duymuş, alovuymuş. Ümumiyyətlə belə bir şey var ki, hər bir sahibkarla işləmək asan bir məsələ deyil. Hər bir sahibkarın fərqli yanaşma tərzi, düşüncəsi vardır. Yəni biz çalışırıq ki, sahibkarların anladığı dildə danışaq. Hər bir sahibkarı anladığı ola bilər ki, ilk öncə belə siz demiş baxa bilər ki, nə bilir, necə olacaq falan, amma onları anladığı dildə başa salanlar və yaxud da ki, biraz ünsiyyət qurduqda bayaq da vurğuladım, işinin peşəkarı olduğunu gördükdə həqiqətən görür ki, yox, bu bilir. Yəni işin etibar eləyə bilər. Bax, bu peşəkarlıq demişkən, bu sahədə peşəkar olmağın ən vacib keyfiyyətləri hansılardır sizə görə və yaxud da ümumiyyətlə bu sahədə? Peşəkar olmaq üçün bayaqlarda vurğuladım. Yəni sən ümumiyyətlə sahibkarla işləyəndə sahibkarı heç bir problemlə üzbəüz qoymamalısan. Gömrük təmsilçisiyəm. Sahibkarı gömrükdə təmsil edirəm. Hansı ki, təmsil bayaqlarda xidmətlərimizi vurğuladım. Yəni, broker şirkəti olaraq xidmətlərimizi mən müştəriyə görürəmsə, müştəri ondan bağlı hər hansı bir maneəyə rast gəlməməlidir. Tutaq ki, misal çəkdim bayaqları, qısa idxal bəyannaməsinin verilməməsi. Sahibkar niyə elə bir problemlə rastlaşsın ki? Yəni, zaten bu işin sənə etibar eləyib, güvənib, sənlə müqavilə bağlayıb ki, işin sən görəsən.
Yəni rahat malın gətirəsən. Bu da həmin sahibkar da istəyir ki, yəni rahat işini görsün səndən. Məncə burada müştərinin necə deyirlər, rahatlığını təmin etməkdir. Belə ki, deyərdim. problemsiz onu gömrükdə təmsil eləyəsən, yəni o rahat olar ki, mənim yəni rahat broker şirkətim var. Az öncə mən vurğuladım ki, yəni problemi zaten müştəri broker olmadan da özü də fərdi şəkildə bu işləri görüb yaşayacaqdı zaten, belə deyək. Və onu da nəzərə çatdırmaq istəyirəm ki, həqiqətən elə bir nüanslar da olub ki, sahibkar özü fərdi şəkildə bu işi görməyə çalışıb, amma təəssüflər olsun ki, onda da problemlər olub. Bayaqlarda vurğuladım. Gömrük bəyannamələrinin doldurulması çox diqqət tələb edən bir prosesdir. Və bəzi sahibkarlar var ki, həmin işi öz öhdəliklərinə götürüb bəyannamələrin doldurulması da eləyir. Amma çox xırda nüanslar var ki, orada yəni çox böyük bir problemlərlə yanaşılır. Ona görə işin mütəxəssisinə yəni etibarlamaq daha yaxşıdır. Belə deyək də, ya sizin kimi belə deyək, fəaliyyət göstərən bu kimi şirkətlərə müraciət etməlidir. Bəli. Ya da sırf bu sahə üzrə bir mütəxəssis özləri işçi olaraq işə götürməlidir ki, bu bəyannamələri, bu işləri, bu prosesləri görsün onlar üçün. Yəni o da mümkündür. Necə ki siz də özünüz bu şirkəti təsis etmədən öncə hardasa çalışmısınız Bəli. da bu istiqamətdə. Və mən istərdim burada dinləyicilərimizdən suallar var. Onlara bir nəzər yetirim. Demək, tamaşaçı soruşur. Zərnə xanım, gömrükdə malların gecikməsi ən çox nədən baş verir? Bu brokerin yoxsa sistemin problemidir? Mallarını kommersiya məqsədi ilə gətirir, yoxsa şəxsi istifadə üçün? Aha, 4827 nömrəli abunəçi, əgər dinləyirsinizsə, bax bunu vurğulayarsınız, Zəminə xanım da cavablandırar. Digər sualımız, əgər adi vətəndaş xaricdən şəxsi məqsəd üçün nəsə sifariş edirsə, brokerin köməyinə ehtiyac varmı? 9034 nömrəli abunəçi soruşur. Xeyr, şəxsi istifadə üçün varsa, yəni özü həll etməlidir. Yəni broker şirkət olaraq göstərməli xidmət. Bir də maraqlı bir sual yazan var. Gömrük prosesində şəffaflıq və etibarlılıq necə qorunur? Yəni müştəri necə əmin ola bilər ki, prosesi düzgün gedir? 6395 nömrəli. Çox gözəl bir sualdır və çox gözəl vurğuladınız. Deməli, burada bayaqlarda vurğuladığım kimi biz sahibkarla görüşürük. Sahibkarla onlaynda konsultasiya eləyirik, belə görüşüb də konsultasiya eləyirik. Biz sahibkara bütün, yəni görəcək işlərə bağlı toxunuruq ki, yəni ətraflı məlumat veririk ki, yəni səndə bu qədər xərclər olacaq, bu çıxacaq, belə olacaq, belə olacaq. Bütün proses boyunca məlumat veririk. Artıq sahibkar da məlumatda olur ki, mənim yəni tutaq ki, bu qədər xərcim çıxacaq, malım bu qədər vaxta gələcək və s. Bir də bu sualı da istəmirəm ki, nəzərimizdən qaçırdaq. Maraqlı sualdır. Bəlkə də dinləyicimiz özü kiçik sahibkar olduğu üçün bu sualı ünvanlayır. ZH Broker şirkəti yalnız böyük bizneslərəmi, bizneslərləmi işləyir, yoxsa kiçik sahibkarlar da sizə müraciət edə bilər? Ümumiyyətlə satış məqsədi ilə gətirilən, yəni sahibkarlar satış məqsədi ilə malları ixrac eləyirsə, yəni ki, kommersiya məqsədi ilə bütün xidmətləri göstəririk. Aha, aydındır və mən bu məqamda bizim əlaqə nömrəmizi bir də qeyd edəcəm. 055 934 90 93. Həm qonağımıza suallar ünvanlaya bilərsiniz, həm də bizim günün biznes sualı bir daha xatırladım. Azərbaycan manatının dövrəyə buraxıldığı il hansıdır? Yazanlar var, bir ikisini qeyd edəcəm. Məncə 1990-cı ildə olub. Dağılanla dəyişiblər. 2736 nömrəli abunəçi yazır. 2006-cı ildə ola bilər. O vaxt yeni pullar çıxdı deyə elə yadımda qalıb. 9182 2004-dən mən bildiyimə qədər başlayıb hissə dəyişməyə. 2006 deyil. Yazın suallarınızı, daha doğrusu cavablarınızı, qonağımıza isə suallarınızı ünvanlaya bilərsiniz. Baxaq görək bizim başqa suallarımız varsa onları da vurğulayaq. Demək, burada bir məsələ var, onu qeyd edəcəm. CT1 mənşə sertifikatı ilə ST1 gedir, eləmi o? Bəli. Mənşə sertifikatı ilə idxal zamanı gömrük rüsumundan azad olan ölkələr hansılardır? Bəli, çox gözəl bir sualdır. Deməli, müəyyən bəzi ölkələr vardır ki, bir mənşə sertifikatı zamanı, yəni gömrük rüsumlarının həmin ölkələr azaddılar. Həmin ölkələrin adlarını
sadalayım. Yəni deməli burada Rusiya Federasiyasıdır, Moldova Respublikasıdır, Ukraynadır, Gürcüstandır, Türkmenistandır, həmçinin Özbəkistandır və Qazaxıstandır, Qırğızıstandır, Belarusdur və Tacikistandır ki, bunlar yəni ki, gömrük rüsumlarının azad olan ölkələrdir. Və burada Türkiyə və Pakistan qismən azad olan ölkələr siyahısındadır gömrük rüsumlarında. Aha, qismən. Bəli, Yəni tam yox, bəli, qismən. Bəli. Yəni həmin mala görə dəyişir də, baxır nə maldır. Gələcəkdə bəs bu gömrüklə bağlı maraqlıdır mənə. Nə kimi dəyişikliklər gözlənilir? Varmı elə bir də? Vergidə biz mütəmadi olaraq görürük, şahid oluruq bunu. Vergi ilə bağlı həm də qonaqların bir neçə dəfə olub deyə daima diqqətimi çəkir o məqamlar. Gömrük ilə bağlı nəsə yaxın gələcəkdə bir dəyişikliklər, planlar, nəsə bir olurmu öncədən xəbərdarlıq olur ki, məsəl üçün də 2026-cı ilə az qalıbdı. Məsəl üçün 2026-ya qədər bunlar qüvvədədir, 2026-dan artıq olmayacaq. Müəyyən qanunlar var ki, belə olur. Qanunlar çərçivəsində. Aha, Akiyabdan dostlarımız yazıbdı. ZH Broker komandasına uğurlar. Bugünkü radio çıxışınız üçün uğurlar diləyirik. Sizi partnyorumuz kimi efirdə görmək qürur vericidir. Uğurlarınız bol, səsiniz daim gür olsun. Təşəkkürlər. Salamlayırıq Akiyabın bütün üzvlərini. Demək, harda qalmışdıq? Mesaj məni qaldığım yerdən bir balaca kənarlaşdırdı. Burada gömrük qanunvericiliyinin tələblərini necə qoruya bilərik deyə bir sualımız da var. Çox gözəl sualdır. Gömrük qanunvericiliyini, yəni qorumaq üçün biz ixrac əməliyyatları və digər gömrük prosedurlarından istifadə edirik ki, hansı ki sahibkarların yəni mal ixrac və digər prosedurlar altına mallar gətirirlər ki, həmin o qanunvericiliyə uyğun olaraq gömrük prosedurları, yəni ki, qanunvericilikdə nə formadadırsa, biz həmin qanuna uyğun yanaşıb, yəni o cürə addım atırıq. Yəni qanundan kənar olmur. Hər şey qanunvericilik çərçivəsində olur. Qanundan kənar zaten mən belə deyərdim, fikrimi səsləndirəcəm. Bu əvvəllər daha çox rahat idi, daha çox mümkün idi deyərdim. Adamla, tapşırıqla, yəni 90-lar, 2000-lərin əvvəlləri biz qısa fasilədə də mən özüm bəzi məqamları danışdım sizə. İndi hər şeyi efirdə səsləndirmək də olmur. Amma get-gedə belə deyərdim də bütün sahələr, istər gömrük sahəsi, istər vergi, çünki dövlətimizin marağındadır bu istiqamətlər və onlar maksimum çalışırlar ki, şəffaflıq olsun. Təbii ki. Qanunla olsun hər şey. Qanun çərçivəsində təbii ki. Məsələn, mən hər zaman vergini nəyə görə vurğulayıram? Vergidən bir çox sahələr var ki, hər birimizin yaxın çevrəsində o sahələrdə çalışan insanlar var. Həkimlər, müəllimlər, dövlət qulluğunda işləyənlər və vergilərdən maliyyələşir bunların maaşları, nə vacibləri. Belə deyək də, vergidən nəyəsə yayınanda mən hər zaman vurğulayıram ki, yəni bir həmin o qohumuvu, o yaxınıvı düşün, ondan sonra qərar verginən ki, bu addımı atım yoxsa yox. Sən sanki onların cibinə girmiş kimi olursan. Bir balaca vicdana da bağlı məqamlar var deyə düşünürəm və bu məqamda biz yenidən bir qısa fasilə edəcəyik. Amma sualımı yenidən təkrar edəcəm. Yazanlar var. Sualım isə günün biznes sualı. Azərbaycan manatının dövriyyəyə buraxıldığı il hansıdır? Yazın, göndərin 055 934 90 93 nömrəsinə. Biz isə qısa bir aradan sonra Zərnə xanımla yenidən söhbətimizə davam edəcəyik. Və təbii olaraq qısa fasilədən sonra yenidən bir aradayıq. Bura 93 FM dalğasıdır, sağlam radiodur bura və mən Paşa Abdullanın təqdimatında Biznesin Nəbzi proqramını dinləyirsiniz. Mən istərdim vaxt itirmədən bizim sponsorlarımız haqqında bir daha məlumat verim. Baş sponsorumuz Veka brendi 1969-cu ildən dünya bazarında fəaliyyət göstərir və keyfiyyətli qapı pəncərə profillərini təqdim edir. Azərbaycanda isə 1992-ci ildən yerli müştərilərə, Azərbaycan vətəndaşlarına xidmət göstərir. Əgər siz də eviniz üçün keyfiyyətli qapı pəncərə profilləri axtarışındasınızsa, o zaman Veka brendinə müraciət edə bilərsiniz. Sifarişlər həm Bakıdan, həm də bölgələrimizdən qəbul olunur. Daha ətraflı məlumat əldə etmək, Veka brendinin qapı və pəncərə profilləri ilə yaxından tanış olmaq üçün 3W saytına daxil olursunuz. Həm rəng çeşidləri, həm də bütün Veka məhsulları haqqında məlumat əldə edirsiniz. Veka hər zaman etibarlı, rəqib tanımır.
Verilişimizin sponsoru isə şəhərin ən gözəl güşələrindən biri, rahat atmosferi və ləziz mətbəxi ilə seçilən Gizlin Bahçe restoranıdır. Bura həm ailənizlə, həm də dostlarınızla dincəlmək, dadlı yeməklərin dadını çıxarmaq üçün ideal məkandır. Gizlin Bahçe, dadın, zövqün və rahatlığın bir araya gəldiyi tək ünvandır. İndi isə diqqət, yenidən sualı vurğulayacağam, günün biznes sualını. Azərbaycan manatının dövriyyəyə buraxıldığı il hansıdır? Bir-iki gələn cavabları da qeyd edəcəm. Ola bilər 1995-ci il idi. Çünki iqtisadi islahatlar o vaxt aparılırdı. Başqa illərdə aparılmayıb. 36-79 nömrəli abunəçimiz yazır. Daha sonra bir cavabı da səsləndirim. 1994-cü il idi. Elə xırda qəpiklər də o vaxt gəlmişdi. 12-23 nömrəli abunəçi yazır. Çox maraqlıdır. Və mən bir daha diqqətinizə qonağımızı çatdırmaq istəyirəm. Qonağımız ZH Broker şirkətindən icraçı direktor Zərinə Hacıyevadır. Çox belə maraqlı səslənir icraçı direktor Zərinə Hacıyeva. Adətən bəylər tutur bu postları. Çoxluq belədir, yəni səmimi danışsaq. Ona görə mən tərəfdaşıyam deyə. Çünki mən bu tərəfdən yanaşan bir şəxsəm. Mən illər öncə, hətta yaşımın az olmasına baxmayaraq bir dəfə bu söz demişdim ki, qadına, qıza, daha doğrusu qız uşağına, qız övladına daha vacibdir təhsil, nəinki oğlana. Kişidir də sabah fəhləlik də eləyə bilər, falan filan, düzdür. Hər kəsə vacibdir, amma mən bir pillə daha üstün tuturam ki, xanım nə qədər savadlı olsa, nə qədər dünya görüşlü olsa, hətta deyərdim iş həyatında belə deyək də çalışan bir xanım olsa, çünki elə əsas təməl elə xanımlardan gəlir. Ailədə uşaqları da tərbiyə verən adətən yük onların üzərinə düşür. Vacib deyil ki, xanım həmən gedib işləməlidir. Amma təhsil, dünya görüşü böyük bir rol oynayır. Çünki həmin o qızlar gələcəyin analarıdır və o analar övladları, uşaqları belə deyək daha çox tərbiyələndirir, böyüdür. Onların elə gələcəyi üçün qız uşaqlarının mənə görə savadlı olmaqları daha önəmlidir və biz Azərbaycanlıyıq da belə bir yanaşmalar olur. Hətta təəssüflər olsun ki, indiki dövrdə də rastlaşırıq ki, qız uşağı da sabah köçüb gedəcək. Baxın, köçüb gedəcək, amma sabah qarşılaşdığı problemlər, çətinliklər niyə kiməsə möhtac qalmalıdır? Ondansa öz ayaqlarının üstündə sabah dura bilər, başına bəlkə bir iş gələr, çətinlik olar, heç kim ayrılıqdan, boşanmadan sığortalanmayıb deyə düşünürəm və mən tövsiyə edərdim ki, qız uşaqlarınızı daha çox istiqamətləndirin ki, təhsilə maraqları olsun, falan o gəlinciklərlə allatmayın başlarını ki, sabah gedib ana olasan. Ana olmaq. Rəhbər ruhunda böyüdür. Bəli, ana olmaq, bəli, sabah gedib ana olacaqsan, amma böyütdüyün övladları sən savadsız şəkildə böyüdərkən onlar ictimaiyyətə, insanlara, yaşadığımız vətənimizə belə xeyirli övlad olmayandan sonra nə mənası var o qurulan ailənin deyə düşünürəm və çox danışdım. Mən qonağıma növbəti sualı ünvanlayacağam. Bu sahədə texnologiyanın rolu nə dərəcədə artıb? Artıq bəzi proseslər rəqəmsallaşıb bir çox sahələrdə. Bu sahədə də varmı rəqəmsallaşma? Yəni onlayn formada falan. Yəni nə kimi dəyişikliklər var bu gömrük bəyannamələrində, istərsə də digər işlərdə? Gömrük bəyannamələri əsasən yəni onlayn formada yazıla bilər. Yəni tutaq ki, bir neçə sahibkarla işləyirəm. Sahibkar sənədlərini onlayn, yəni sənədləri götürüb mənim yanıma gəlməyə ehtiyacı yoxdur. Həmin sənədləri mənə göndərir onlayn formada. Biz həmin şəxsin bəyannamələrini yazırıq. Aha, aydındır. Bəs süni intellekt hələ gəlib çıxmayıb oralara. Bu yaxınlarda mən bir şeylə rastlaşdım. Bir qohumumuz var idi. Deyir qarpızı bu yay süni intellektlə seçmişəm. Deyir ki, necə yəni? Deyir heç nə dedim, bəs necə seçim qarpızı? Deyir bu da mənə cavab olaraq bildirdi ki, şəkillərini çək at, mən deyəcəm hansını seç. Deyir o gün bu gün deyir çox yaxşı çıxdı deyə elə şəkillərini çəkirəm, göndərirəm. Deyir qarpızı o mənə işarə eləyir ki, bax bunu seç, bu tərəfdəki
səkini. Deyir mən də seçirəm. İndi baxıram ki, get-gedə artıq mətbəxə də daxil olubdu bu qidalarımıza da. Dedim birdən bəlkə gömrüyə də artıq gəlib çatıbdı. Biraz rahatlığa doğru gedirik. Bu da yaxşı bir şeydir əslində. Gedir. Əslində yaxşı tərəfləri kimi bəzən mənfi tərəfləri də olur. Artıq mən insanlar görürəm ki, bir-birindən dərdləşməkdən ChatGPT ilə dərdləşirlər. Hətta gözəl də cavablar yazır. Bəli. Aktual olan bu dəqiqə mövzu. Bu yaxınlarda özüm də sınaq məqsədi ilə keçirtdim onu. Bir dərdim var idi, onu danışdım. Belə baxdım ki, bu məndən də dərdliymiş. Dedim, vallahi bağışla sən narahat etdin. Demək növbəti sualım isə belə olacaq. ZH Broker şirkəti gələcəkdə hansı yeniliklər və ya genişlənmə planları üzərində işləyir? Var belə bir planlar, məqsədlər? Bəli, var. Biz hal-hazırda, yəni ixrac əməliyyatlarında Türkiyədə, Çində, yəni işləyirik və gələcəkdə yəni daha irəli getmək, MDB ölkələri falan ixrac əməliyyatlarını həyata keçirməyə məqsədləyirik. Yəni hansı ki, burada müştərilər yəni şirkətimizə müraciət edərək, ZH Broker şirkətinə müraciət edərək, yəni ətraflı məlumat ala bilərlər bizdən. Və orada əlaqə nömrələrimiz də var. Nəzərinizə çatdırım ki, 050 564 63 77 əlaqə nömrəmizdir. ZH Broker-də Instagram səhifəmizdir. Tək Instagramdadır, yoxsa? Yox, WhatsApp, Instagram, mail adresi, Instagrama girəndə var, hamısı orada görəcəklər. Bir sözlə yazıb axtarış versələr istənilən sosial şəbəkədə. Bəli, ZH Broker 050 564 63 77. Təşəkkür eləyirəm sizə. Bir daha qeyd edirəm, qonağım ZH Broker şirkətindən icraçı direktor Zərinə Hacıyeva idi. Mən son sözlərinizi istəyəcəm sizdən alım. Məsləhətləriniz, təklifləriniz varsa, gənclərə ən çox üstünlük verərdim ki, məsləhətiniz nə olar? Məsləhətim bu olar ki, əsasən hər bir gənc öz üzərində işləməlidir və öz yəni ki, məqsədlərinə adaptasiya olmalıdır ki, yəni sabahları sən özünü hansı yerdə görürsən, məqsədin nədir, hansı məqsədə çatmaq istəyirsən. Mənim düşüncəmə görə hər bir insanın məqsədləri var və hansısa məqsədə çatmamaq kimi bir şey yoxdur. Yəni hər bir şəxs məqsədi varsa, o məqsədə çatmaq üçün mütləq ki, öz üzərində işləməlidir. Gənclərə də məsləhətim budur ki, öz üzərində işləsələr, zaten istədikləri məqsədə təbii ki, çatacaqlar. Təşəkkür eləyirəm. Mən təşəkkür edirəm. Çox sağ olun, vaxt ayırdınız, gəldiniz, bizi xeyli məlumatlandırdınız bu gömrük işləri ilə əlaqədar olaraq və mən sonda istərdim elə birlikdə günün biznes sualının doğru cavabını səsləndirəcəm. Azərbaycan manatının dövriyyəyə buraxıldığı il hansıdır? Cavab 1992-ci il idi. Əslində bir neçə belə deyək, dinləyici doğru cavabı yazıb, lakin mən buradan 5014 nömrəli abunəçi Samir bəydir. Samir bəy təbrik etmək istəyirəm. Sponsorumuz Gizlin Bahçədən 2 nəfərlik yemək kuponu əldə etdiniz. Doğru cavabı ilk olaraq siz yazıb göndərdiniz. Digər dinləyicilərə də buradan qeyd edəcəm ki, təəssüflənməyin, daim izləyin və bir balaca əldən iti olun ki, növbəti hədiyyələri siz qazana biləsiniz. Çünki bu sual ənənəvi olaraq davam edir bu rubrika bizdə. Hər gün bir biznes yönümlü sual səsləndiririk və qalib hər gün olur. Ona görə təəssüflənməyin. Bir daha qeyd edirəm, 5014 nömrəli abunəçi Samir bəy ilk doğru cavabı yazıb göndərmişdi. Mən isə sizinlə sağollaşıram. Sabaha dək deyirəm. Zərinə xanım, siz də sağollaşın dinləyicilərimizdə. Çox sağ olun, təşəkkür edirəm hər bir kəsə dinlədiyi üçün. Çox sağ olun. Sağ olun, sabaha qədər deyirəm. Eşidilərik sabah.